müqayisə olması deyil, amma biz həmin sədləri keçmişik. Yəni onunla deyil, sadəcə məsəl üçün Qurban müəllimin qurduğu bir komanda var. Hansı ki, o komandada dayanıqlıq, uzun müddətli bir iş prinsipi. Qurban Hoca 3 manatlıq futbolçunu da 10 manatlıq eləyib bu gün piyasaya çıxarda bilər və eləyib də. Və üstə gəl bəzi məqamlar var ki, bugün qiymətlə deyil. Yəni qiymətlər süni şəkildə şişirilə bilər və yaxud da ki, belə deyim, o menecerlərin vasitəsilə bahalı qiymətə də satıla bilər. Amma bir futbolçunun dəyəri var. Məncə dəyər çox önəmlidir. Yəni bizdə də məsəl üçün elə oyunlar olub. Neftçidə məsəl yenə də çəkəcəm. Bir futbolçu var idi. Ceyhun Sultanov dövründə gəlmişdi. Dayaq yarım müdafiəçi. Buqrin? Yox, Buqrin yox. Ortada Kane hansı qiymətə gəldi və hansı qiymətə satıldı. Yəni yenə də qiymətlə deyil məhəllə gəlir. Yəni burada əsas uyğunlaşma, düzgün profil və məşqçinin istədiyə uyğun profilli oyuncu olması. Bəli, məncə də elədir. Yəni qiymət, o da Avropada qiymətlər onsuz futbolçuların süni şəkildə hara qalxır bilir. Qalxır, yəni elə oyuncu var ki, həqiqətən yəni o qiymətə heç layiqdir oyun olaraq.